Fərqi yoxdur ki, bir nəfər zülmə pisləmək üçün gərək hansısa dini qəbul eləsin, sonra desin ki, baş kesmək pisdir. Yox. Baş kesmək dinlidən də soruşsun deyəcək pisdir, dinsizdən də soruşsun deyəcək pisdir. Yıxılanın əlindən tutub qaldırmaq, fərqi yoxdur bir insan bir dinə mənsubdur ya mənsub deyil. Dindardan da soruşsun deyəcək, yaxşıdır, qeyri-dindardan da soruşsun deyəcək, bəli də, yıxılanın əlindən tutarlar da. Bu husn-i qubh-i əqli qüvvəsi ilə, yəni pis və yaxşını ayırt eləməklik qabiliyyətinə malik olmaq qüvvəsi ki, xilqətimizə qoyulub, dünyanın bütün insanları xilas edicini gözləyirlər. Çünki görürlər ki, pisliklər çoxalıb. Çünki görürlər ki, hər yerdə dərəbəylik var. Görürlər ki, hər yerdə qanunsuzluq var, haqsızlıq var, zülm var, ədalətsizlik var. Hər kəsdə bu fikir formalaşıb. Axı buna bir son deyən olacaq da, belə bizim loru dildə. Bu fikir formalaşıb və hamı bunu təsdiqləyib ki, bir nəfər gələcək ki, biz ona deyirik İmam Zaman. İndi hərəsi bir adla desinlər də. Kim nə ad deyir desin. Bilirsiniz də, yəni ad mühüm deyil ki. İndi kim nə ad deyir desin. Xilas edici, nicat verən, qurtaran, kömək eləyən, zülmün kökün kəsən, ədaləti icra eləyən, ədaləti bərpa eləyən, kim nə deyir desin, fərqi yoxdur.